Salam, hər vaxtınız xeyirli olsun. İTV Xəbərin 12 buraxılışını təqdim edirik. Studiyada Murad İbrahimoğludur. İranda baş verən hakimiyyət dəyişikliyi yaxın şərqdəki gərgin proseslərin fonunda əlavə suallar doğurur. Yeni ali rəhbər kimi Müçtəba Xameneyinin seçilməsi təkcə ölkə daxilində deyil, beynəlxalq siyasətdə də geniş müzakirələrə səbəb olub. İndi əsas diqqət bundan sonra onun ölkəni hansı siyasi kursla idarə edəcəyinə yönəlib. Müçtəba Xameneyi İranın siyasətində yeni bir mərhələnin başlanğıcı olacaq, yoxsa əvvəlki kurs sadəcə davam etdiriləcək? İranda hakimiyyət dəyişikliyinin yaxın şərqdə davam edən qanlı müharibə fonunda baş verməsi İslam Respublikasının gələcək xarici siyasət xəttinin necə olacağı ilə bağlı sualları da özü ilə gətirdi. Müçtəba Xameneyinin yeni ali rəhbər seçilməsi xüsusilə qərbdə müxtəlif proqnozlara səbəb oldu. Lakin onun keçmişini, İnqilab Keşikçiləri Korpusu ilə sıx əlaqələrini və sərt mövqeyini bilən analitiklər hesab edir ki, Müçtəba Xameneydən ciddi bir kurs dəyişikliyi gözləməyə bəsdir. Müçtəba Xameneyin babasının çizgisinden sapmaksızın daha da sert bir Molla rejiminin yürürlüğe konması beklenmektedir. Müçtəba Xamenei devrim muhafızlarıyla olan yakın ilişkileri ve daha önceden savaş tecrübeleri de dikkat alındığında sert ve Molla rejiminin daha katı kurallarla uygulanması konusunda bir tutum sergilemesi beklenmektedir. Müçtəbanın seçilməsi təkcə daxili siyasətə deyil, həm də birbaşa Vaşinqtona ünvanlanmış bir mesaj kimi qiymətləndirilir. Belə ki, bu təyinat bir neçə gün əvvəl ali rəhbər seçilməsi prosesinə müdaxilə etmək istədiyini və Müçtəba Xameneyini bu vəzifəyə uyğun görmədiyini bəyan edən Donald Trump'ın planlarını tamamilə alt-üst etdi. Müçtəba Xameneyinin təyin olunması həmin sistemdə sərt xətt tərəfdarlarının indi üstünlük qazandığını əks etdirir. Onlar təkcə qısa müddətli hərbi mübarizəni davam etdirəcəklərini demirlər, həm də siyasi olaraq bir planlarının olduğunu deyirlər. Mən Vaşinqtondan baxanda bu bir xəbərdarlıq siqnalı olmalıdır. Çünki Trump'ın İranda dəyişikliklə bağlı nə siyasi gündəmi var idisə, hazırda o gündəm tamamilə dəyişib. Beləliklə, Müçtəba Xameneyinin ali rəhbər postuna gətirilməsi ilə Tehran Vaşinqtona güzəştə getməyəcəyini və mübarizəni həm hərbi, həm də siyasi müstəvidə davam etdirəcəyini nümayiş etdirdi. Bu isə yaxın şərqdə münaqişənin daha da dərinləşəcəyindən və uzunmüddətli bir xarakter alacağından xəbər verir.